Bugün cəmiyyətimizdə nə qədər nəfsi xəstə var, amma onlar öz hallarından xəbərdar deyillər. Quran məntiqinə əsasən nəfs çirklənir. Yəni bəzi insanlar var ki, onların özləri oddur. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və salatu vəsselamu ala nəbiyyina və imamina və qudvetina və qurrati ayunina Muhammed وآله الطيبين الطاهرين المعصومين وأصحابه المتقين اللهم لا سهل إلا ما جعلته سهلا وأنت تجعل الحزن إذا شئت سهلا ربي يسر ولا تعسر ربي تمم بالخير ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وعملا وتقى إخلاصا يا رب العالمين. Amma ba'd. Esselamu aleyküm və rahmetullahi və barakatuh. Mövzumuz nəfsin tərbiyəsi barəsindədir. Biz keçən dərslərdə danışdıq ki, nəfs sözü Qurandan götürülmüşdür. Nəfsin bir təkamülü var, bir də süqutu var. Biz nəfsin hallarından danışdıq. Dedik ki, nəfsi ləvvamə, nəfsi əmmarə, nəfsi mutmainnə. İnsan nəfsi baxımından xəstələnəndə bu o qədər də bilinmir. Yəni bir insan orqanizmi xəstələnəndə və yaxud da xəstəliyi baş verəndə qıraqda ona baxanda bilmək olur ki, bu insan xəstələnib ya yox. Amma insanın nəfsi xəstələnlikdə belə deyil. Onu bilmək olmur, bu xəstəlik ya yox. Bugün cəmiyyətimizdə nə qədər nəfsi xəstə var, amma onlar öz hallarından xəbərdar deyillər. Bir insan mədəsindən xəstə olsa, həkimə müraciət edəndə öz halından bilir ki, ağrı var və bu ağrı nəticəsində həkimə müraciət edir və dərman ya dava şəfa tapır. Amma nəfsi xəstələnən insan xəbəri olmur bundan. Çox ali səviyyədə, ali məqamlara çatan insan başa düşür ki, bunun nəfsi xəstədir və bunun müalicəyə ehtiyacı var, amma hələm insanlar bunu anlamırlar. Quran məntiqinə əsasən nəfs çirklənir və Quran gəlir deyir ki, ey insan, öz nəfsü təskiyə elə. Yəni qəlbini, nəfsini, özünü təmizlə. Çirkabdan özünü uzaqlaşdır. Toxumun düzəlməsi üçün ilk şərtlərin lazım olduğu kimi nəfsin inkişafı üçün də müəyyən şərait lazımdır. Çünki ağac meyvə verə bilmədiyi kimi xəstə nəfs də saadətə çata bilməz. Xoşbəxt ola bilməz. Və ağac od tutub yandığı kimi insanın nəfsi də od tutub yanır. Bəzən ağacı kənardan müdaxilə edib yandırmaq olur, bəzən də torpağın və hava şəraitin münbit olmadığı üçün ağac daxildən başlayır yanmağa, qurumağa. Bəzən də bizim nəfsimiz də belədir. Daxildən başlayır yanmağa, amma xəbərimiz yoxdur. Od tutub başlayır yanmağa. Quranda ayə var, Bəqərə surəsində buyurulur. Yanacağı insanlar olan oddan qorxun. Yəni bəzi insanlar var ki, onların özləri oddur. Kənardan onlara od gətirmək ehtiyacı yoxdur. Onlar daxildən yanırlar. Bu daxildən yanan od nəfsin çirkaba bulanmasıdır. Nəfsin süquta uğramasıdır. Bilirsiniz, bəzən biz deyirik ki, nəfsi təkamülə aparaq. Və insan təkamülə çatanda ondan bir ləzzət alır. Amma çox insanlar bunu anlaya bilmir. Niyə anlaya bilmir? Baxın, bəzi insanlar kordular. O korlara gedib desən ki, qırmızı rəng, yaşıl rəng. Onlar o rəngi anlamayacaqlar. Nə qədər danışsan danış, faydası olmayacaq. Çünki o rənglər haqqında təsərrüatı yoxdur. Təsəvvürü yoxdur. Bilmir o rəng nədir. Və yaxud da bir insana gəlib desən ki, meyvə yedib, İnsan həmin an deyir ki, meyvə şişənidir ya turş. Bunu niyə deyir? Çünki meyvələr haqqında anlayışı var. Bilir ki, ya meyvələr turş olur, ya şirin olur, ya mələs olur. Bunlar haqqında məlumatı var deyə soruşur həmin an. Amma o nəfsin təkamülə qaldırmayan insan, o təkamülə qalxanda ki, insan bir həzz alır və təkamüldən böyük bir, necə deyim, yaxşı nəticə alır. İnsan o mərhələyə çata bilmədiyindən görə bilmir oradan nə var, nə yoxdur. Ona görə də bəzən deyəndə ki, nəfsi təkamülə aparmaq lazımdır, deyir, nəyə gərəkdir? Nəyə lazımdır ki, bu təkamül? Anlaya bilmir. Mən həmişə bunu deyirəm. Biz bəzən nəfsin təkamülündən danışırıq, anlamırlar. O söz var idi aslında, yeməmsən qazetin, nə biləsən ləzzətin. Biz də eləyik, o təkamülü dadmamışıq deyə bilmirik. Bəli, nəfs ümumi bir məfhumdur.
Ləzzət də ümumi bir məfhumdur. Onun müxtəlif mənaları var. O ruhani ləzzətdən bir xəbər olan insanlara Allah gəlir, onlarla başqa dildə danışır. Onların başa düşəcəyi dildə danışır. Məsəl üçün, Allah gəlir Quranda şərabdan danışır. Amma bu şərab bizim bildiyimiz şərab deyil. Allah Quranda onu ayırır da. Bəzi yerlər gəlir deyir ki, bu şərablar, içdiyimiz şərablar içəndən sonra insanın başı ağrıyır. Amma orada şərab elə deyil. Bu şərab acıdır, amma o şərab elə deyil. İçdiyi adama ləzzət edir. O şərab içəndə ağlı başdan çıxarırsa, bu şərab belə deyil. Ağlı başdan çıxarmır. Və yaxud da bağlardan danışır. Niyə Allah bu bağlardan, bu meyvələrdən, cənnətin xüsusiyyətindən bizə danışır? Ona görə danışır ki, bizim burada müəyyən qədər ləzzət sandığımız şeylər ki var, anlayışlar var. Allah həmin o anlayışları bizə ötürmək istəyir ki, bax, anlayasan, bu ləzzət sandığın əslində kamil ləzzət deyil, kamil ləzzət oradadır. Buna bağlanma. Və cənnətdə elə bir nemətlər var ki, bizim onlar haqqında məlumatımız yoxdur deyə Allah onlardan danışmır bizə. Bəs niyə Allah bu şeylərlə bizi təşviq edir? Ona görə təşviq edir ki, bilir ki, mən təkamüldən, ruhi ləzzətdən danışsam, anlamayacaqsan, çünki onu dadmamsan. Ona görə gəlir, sənin başa düşəcəyin dildə danışmaq istəyir. Ki, bəlkə bu yolla bu yola gələsən. Əgər bu yolla gəlməsən, sonu cəhənnəmdir. Ona görə də İmam Əli əleyhissalam gəlir, dindarları 3 qrupa bölür. Deyir, birinci dəstə o insandır ki, cənnətə görə Allaha ibadət edir. İmam Əli deyir ki, bunlar tacirdir. Yəni, nə isə mükafat gözləyir. Mükafatın qarşılığında ibadət edir. Deyir, ikinci dəstə insanlar cəhənnəmə görə ibadət edir. Bunlar da deyir, qorxaqdır. Cəhənnəm əzabından qorxurlar, ona görə Allaha ibadət edirlər. Üçüncü dəstə tamam başqa bir dindarlıqdır. Eşqiyana dindarlıqdır. Aqliyana dindarlıqdır. Deyir, Allahın Allah olduğu üçün ibadət edirlər. Və bunun adını qoyur azad insanlar. Bilirsiniz, təqvanın bir böyük, yüksək səviyyəsi var, bir də aşağı səviyyəsi var. Yüksək səviyyəsi odur ki, insan aləmdə yalnız Allahı görür və ona görə də Allaha ibadət edir. Aşağı səviyyəsi budur ki, zəif səviyyəsi budur ki, aləmdə həm Allahı görür, həm də onunla yanaşı başqa şeyləri də görür. Ona görə də Allah onlarla bəzən cəhənnəm əzabından qorxudur, təşviq eləmək istəyir. Bəzən cənnət nemətlərindən danışır, təşviq eləmək istəyir. Çünki bunun təqvası, imanı zəifdir. Zəif olduğuna görə Allah bu üsulla, bu yolla o insanlarla danışır. Amma ali məqam, ali təqva sahiblərinə bu yolla danışmır. Ali təqva, iman sahibi olanlar, təqva sahibi olanlar Quranda ayədir. Deyir, o gün neçə-neçə üzlər sevinəcək və Rəblərinə baxacaqlar. Orada olan cənnət meyvələri, cəhənnəm maraqlandırmır. Onlar Rəbləri Allahları maraqlandırır. Allahlarını görmək istəyirlər. Bu görüş bizim 2 nəfərin görüşü kimi yox, üz-üzə görüşü kimi deyil. Bu görüş mənəvi görüşdür, qəlbin görüşüdür. Və yaxud da İmam Əli nə deyir? Qumeyr duasında deyir, ilahi, tutalım məni atdın cəhənnəmə. O cəhənnəm əzabına dözdüm və sənin ayrılığını da dözəcəm. Onu cəhənnəm əzabı qorxutmur. Onu qorxudan Allahla ayrılığıdır. Bu aqliyana dindarlıqdır, eşqiyana dindarlıqdır. Bu dindarlıq cənnətdə olan neymətlərin o qədər həvəsində deyil. Onların bir dənə anlayış maraqlandırır, o da Allah. Allah'ı istəyir və Allah'a çatmaq istəyir. Yaxınlıq 2 cür yaxınlıq var. Bir maddi yaxınlıq, misal üçün gözlə qaşın yaxınlığı, bir də var mənəvi yaxınlıq. Misal üçün bir dost Kərbəladadır, bir dost Mədinədədir. Onların qəlbi bir-birinə bağlıdır. Bu bağ mənəvidir. Bu bağ yaxınlıq mənəvi yaxınlıqdır. Nəinki maddi yaxınlıq. Bizim də yaxınlığımız deyəndə ki, Allahla yaxın olmaq lazımdır. Ki, ayə deyir, o günlərin içində üzlər sevinəcək və Rəblərinə baxacaqlar. Bu mənəvi baxımdandır. Əleyhissalam nə deyir? Deyir, görmədiyim Allaha ibadət eləmərəm. Aləmdə yalnız bir anlayış görür, o da Allahı görür. Ondan qeyrilərini görmür. Hər nəyə baxırsa Allahı görür. Hər baxdığı şey Allah deyil, ha. Onun arxasında olan o hikmət, elm, qüdrəti görür və Allah yadına düşür. Yaxşı bəlağada buyurur, deyir, gözlər onu aşkar dərk etməz. Amma qəlblər onu görər.
Əleyhissalam qəlb gözü ilə Allahı görə bilirdi. Və Allahla elə bir bağ yaratmışdı ki, onu nə cəhənnəm maraqlandırdı, nə cəhənnəmin əzabı maraqlandırdı. Bu aqiliyana bu oldu ki, insan nəfsin o qədər təkamülə qaldırıb ki, o qədər ali məqamlara çatıb ki, artıq ondan ləzzət alır. Bir duada var, deyir, ilahi, sənin zikrinin dadmaqdan dadan insan başqa ləzzətləri yeyir. Yəni, insan elə bir hala çatır ki, Allahı zikr etməkdən elə bir ləzzət alır ki, başqa ləzzətlər onun yanında yalan olur. Onu maraqlandırmır başqa ləzzətdən, imtina edir. Ariflərə baxın, ariflər Allahla elə eşq yaşayırlar ki, bəzi insanlar onları anlaya bilmirdilər. Və Allahla öz aralarında bir şeir yazırdılar. Həmin bu bəzi insanlar o şeiri gətirib aşağı səviyyə salırdılar, öz sevdikləri insana bağlayırdılar. O ülvi dəyəri salırdılar, dayazlaşdırırlar, öz sevgilərinlə bağlayırdılar ki, şeiri öz sevgilərinə bağlayırdılar. Ona görə də arifləri də bəzən anlamaq olmur. Bəzi insanlar hələm-hələm ariflərin söz kəlmələrini anlaya bilmirlər. Niyə? Çünki o təkamülün nə olduğunu dadmayıb deyə bilmir. Arif nə deyir? Arifdən məqsədi nədir? Niyə görə bəzi arifləri ittiham edirlər? Ona görə ki, arifləri anlaya bilmirlər. Anlaya bilmədiyinə görə ittiham edirlər arifləri. Çünki nəfsləri çox aşağıdadır, süqut edib. Və Allah cənnət neymətlərindən danışdığı kimi ki, bağlardan, baldan, meyvələrdən, şəralərdən və həmçinin də Allah cəhənnəm əzabından da danışır. Bəzən gəlir bizi cəhənnəm əzabı ilə qorxudur. Yenə deyirəm, bu zəif təqvalara aid da, böyük təqva sahibləri bundan narahat deyil. Onları bir də Allahın ayrılığından qorxur. Onlar Allahla arasında qəlbi bağın qırılmasından qorxur. Onlara heç vaxt cəhənnəm qorxutmayıb. Bayaq İmam Əlidən bunu dedim. Allah Quranda buyurur Nəbə surəsində, sizi yaxın olan əzab ilə xəbərdar etdik. O gün insan öz əlləri ilə gördüyü əməllərə görə deyəcəklər ki, ey kaş torpaq olan. O əzabı görəcək və əzabın müqamını edəcək, ey kaş torpaq olan. Mənə Allah məsuliyyət yükləməzdi. Narahat olacaq. Allah gəlir bəzən cəhənnəm əzabı ilə də bizi qorxudur. Başqa bir ayədə deyir, Allah heç vəcihlə kimsəyə zülm etməz. Hər kim nə ki etdiyi özünə elədir. Özünə zülm elədir. Nəinki Allah bizə gəlib zülm edib. Başımıza gələn zülmlərin əksəriyyəti öz uzbatımızdan, nəinki Allahın uzbatından. Yaxşı, sual yarana bilər ki, Allah niyə cəhənnəmlə cənnəti yaratdı? Cəhənnəmi yaratmazdı da cənnət olardı, biz rahat yaşayardıq. Sual da verilir. Əgər Allah Taala cənnətlə cəhənnəmi yaratmasaydı, biz fail muxtar ola bilməzdik. Yəni, azad iradə sahibi olmazdıq. Yəni, bizim qarşımıza iki əməl qoyulub, ya nəfsi təkamülə aparacaqsan, nəfsi yuxarı qaldıracaqsan, ya da onu süqut edəcəksən. Heyvani nəfsi kimi yaşayacaqsan. Heyvan necə yaşayır, sən də yaşayacaqsan. Ya mömin dindar olacaqsan, ya da kafir olacaqsan. Allahın yolundan çıxmış olacaqsan. Əgər cənnət cəhənnəm olmasa, bizim azadlığımız əlimizdən alınır. Bir ip düşünün, yuxarıdan və aşağıya gedər. Yuxarıda cənnətdirsə, aşağı ucunda cəhənnəmdir. İnsana ortalıqda fail muxtar yaradır. Sən bunu qaldıra da bilərsən yuxarıya, sən aşağı da sala bilərsən. Ümumiyyətlə, seçim öz əlimizdədir. Bir insan istəsə cəhənnəmə getmək, çalışıb seyidib cənnətə gedə bilər. Kim istəyir cəhənnəmə getməyə, o üçün də yol açadır. Allah bu yolu bağlamır. İkinci sual da bu ola bilər ki, Allah cəhənnəmi yaratmazdı, cənnəti yaradardı, bizi də fail muxtar yaradardı. Belə də olar da, onda da Allahın ədalətinə sığmaz. Fərz edeyim, bir nəfər gəlir, bir nəfər öldürür və bu dünyada onun cəzası verilmir. Bəs bunun cəzası nə olacaq? Bax, Allahın ədaləti harada qaldı? Ona görə də cənnət və cəhənnəm olmalıdır. Və hər kim ki cəhənnəmə gedir, öz əməlidir. Öz istəyi ilə gedir ora. Nəinki Allah ora aparıb. Və Allah Quranda gəlir, deyir ki, hər kim ki yaxşı bir iş görsə, onun 10 qatını verəcəm. Yəni, bir dəfə yaxşı iş görmüsən, onu 10 qat sayacam. Və deyir, bir dəfə ki günah elədin, onu 1 qat sayacam. Bu Allahın rəhmətidir. Gör, insan hansı həddə gəlir cəhənnəmə getmək üçün, Allah o yaxşıları imtina edir. O günah ki eləyir, bir dəfə Allah yazır. Onu görə nə qədər artırır ki, günah eləyir və cəhənnəmə layiq olur. Allah bilirsiniz, bəhanə axtarır bizi cənnətə aparmaq üçün. Amma biz o bəhanələrdən qaçırıq.
Gör nə deyir, bir də yaxşılığa mən sənə 10 qat savab verəcəm. Bəhanət də bu. Əslində bir yaxşılığa bir yaxşılıq verilməlidir. Amma Allah qədir ki, evi yox, mən sənə 10 qat verəcəm. Bir dəfə günah eləsin, bir gəzdən, bu çox atmayacaq. Amma insan o bəhanələrə göz ardına vurur. Diqqət ayırmır. Hələ hey pis əməllər edir. Bəzi insanlar var ki, cənnət arzusundadır. Bəzi insanlar da var ki, cənnət onların arzusundadır. Xanım Zəhra da onlardan biriydi. Cənnət onu arzulayırdı. Bugünkü onun mövzududur. Bəzən biz elə bilirik ki, Xanım Zəhra başqa bir insanlar kimi adi bir insandır. Amma elə deyil. Xanım Zəhranın tarixinə baxanda görürsən ki, Xanım Zəhra təkcə xanımlar üçün örnək deyil. Həmçində kişilər üçün də örnəkdir. İmam Zaman deyir, mən Xanım Zəhradan çox örnək götürmüşəm. Dövrün imamı deyir bunu. Kişidir də. Peyğəmbərdən, başqalarından deyir, mən Xanım Zəhradan çox örnək götürmüşəm özümə. Nə deməkdir? Bu o deməkdir ki, Xanım Zəhranın zamanında insanlar tanıya bilmədi. Heç Xanım Zəhra o dövrə aid deyildi. Geridə qalır, deyil mi? Cəmiyyət geridə qaldı, onu anlamaqda, onu başa düşməkdə. Allah and olsun, Xanım Zəhranın tarixini oxuyanda adam baxır ki, belə bir insan biz Əyyam Fatimədə biz bunlara toxunduq. Hələ toxunmadığımız nə qədər nöqtələr var. Hələ bilmədiyimiz nə qədər hadisələr var ki, onlar tarixində arxalarında yoxa çıxıb gedib. Ona görə də biz bu xanımdan əl çəkmək istəmirik. Allah bizi dünya və axirət bu xanımdan ayrı salmasın. Allah bizi birimizə qarşı mehriban eləsin. Bu dərslərdən ibrət alıb, nəticə çıxaranlardan qərar versin.